Salam, hər vaxtınız xeyirli olsun. Dost TV-ni izləyirsiniz. Hər həftənin birinci günü olduğu kimi yenə də sosial saat canlı olaraq yayımlanır və canlı yayımlandığımız üçün də sizə ən uyğun platformadan rahat bir şəkildə bizim müzakirələrə qoşula bilərsiniz. Hazırda sosial saat TikTok, Instagram, YouTube və Facebook platformaları üzərindən yayımlanır. Və biz mövzumuz və qonağımız barədə də məlumatı öncədən paylaşdığımız üçün sizi maraqlandıran hər hansı bir suallar varsa mövzuya dair şərh bölməsinə yazmağınız kifayətdir ki, bizim müzakirələrə qoşulasınız. Və qeyd etdiyim kimi qonağımız və mövzumuz barədə öncədən məlumat vermişdik. Mövzumuz Milli Observatoriyanın fəaliyyətində beynəlxalq standartların roludur. Qonağımız isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə məsələləri üzrə keyfiyyətinin təminatı şöbəsinin müdiri Pərviz Yaqubludur. Pərviz müəllim, salamlayıram sizi, xoş gəlmişsiniz efirimizə. Salam, xoş gördük. Elə əvvəlcə tamaşaçılarımıza beynəlxalq keyfiyyət standartları haqqında məlumat verək. Ümumiyyətlə, beynəlxalq keyfiyyət standartları nədir? Çox sağ olun sualınız üçün, təşəkkür edirəm. İlk öncə qeyd etmək istərdim ki, Milli Observatoriya, əmək bazarı, sosial müdafiə və məşğulluq sahələrində rəhbərlik tərəfindən əsaslı qərarların qəbulunda iştirak edir. Belə ki, biz məlumatları ilk öncə toplayırıq, sonra onları təhlil edirik, sonra gələcək inkişaf meyllərini müəyyən edirik və bu sahədə fəaliyyətlərin qiymətləndirməsini aparırıq. Məhz bu sahədə bildiyiniz kimi bu cür belə deyək, məsuliyyətli fəaliyyətlərin idarə olunmasında yalnız peşəkar komanda kifayət eləmir. Burada artıq beynəlxalq keyfiyyət standartları belə deyək, ön plana keçir. Belə ki, bu cür belə deyək, məsuliyyətli fəaliyyətlərin yerinə yetirilməsində peşəkar komandadan əlavə olaraq sistemli idarə etmənin olması vacibdir. Biz bu istiqamətdə öz fəaliyyət istiqamətlərimizi beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırırıq və ötən illərdən bu proses artıq davam etməkdədir və gələcəkdə də belə deyək, bu gün davam edir və gələcəkdə də biz beynəlxalq təcrübələrə uyğunlaşdırma istiqamətində işlər planlaşdırırıq. Beynəlxalq keyfiyyət standartları nədir sualına gəldikdə isə beynəlxalq keyfiyyət standartları qurumların öz fəaliyyətlərinin müvafiq prosedur və qaydalara uyğun qurulması və beynəlxalq keyfiyyət çərçivəsidir. Yəni sadə dillə desək, qurumların, deməli, təşkilatlar öz fəaliyyətlərini belə deyək, təsadüflər əsasında deyil də artıq sistemli idarə etməni formalaşdırır. Belə bir nümunə çəkmək istəyərdim ki, əgər əvvəllər belə deyək, problemlər baş verirdisə, layihə bitdikdən sonra problemlər araşdırılırdı və bundan çıxış yolları müzakirə olunurdu. Artıq müasir əmək bazarında problemlər əvvəlcədən müəyyən olunur və ona qarşı cavab tədbirləri hazırlanır və bu cavab tədbirləri əsasında biz gələcək inkişaf meyllərimizi müəyyən edirik. Bu tədbirlər planı formalaşdırılır, daha sonra tərəfimizdən qiymətləndirilir və yekun təsdiq üçün rəhbərliyə təqdim olunur. Rəhbərlik bu tədbirlər planının icrasını müvafiq struktur bölmələrə göndərir və bundan sonra biz yenidən belə deyək, icra olunan tədbirlər planında qalıq riskləri qiymətləndiririk. Burada bizim əsas məqsədimiz ondan ibarətdir ki, görülən işlərin belə deyək, görülən işlərin nəticəsində hər hansı bir problemlər aşkarlanmasın. Biz bunu əvvəlcədən müəyyən edək və əvvəlcədən buna qarşı belə deyək, tədbirlər planı formalaşdırırıq. Məhz beynəlxalq standartların tətbiqi nəticəsində təşkilatlar öz fəaliyyət istiqamətləri üzrə belə deyək, artıq daha da optimal, etibarlı və şəffaf idarə etmə formalaşdırır. Bundan əlavə mən qeyd etmək istəyərdim ki, bir nümunə çəkmək istəyərdim. Əgər belə deyək, təşkilatı biz bir insan orqanizminə bənzətsək, keyfiyyətin idarə etmə sistemi həmin orqanizmin sinir sistemi rolunu oynayır. Yəni, bunun nəticəsində keyfiyyət idarə etməsinin tətbiqi nəticəsində artıq fəaliyyətlərdə belə deyək, daha sistemli, operativlik və etimadlı bir məhsul ortaya qoyulur. Çox sağ olun. Bildiyimiz kimi Milli Observatoriyanın fəaliyyətində ISO standartları tətbiq olunur əlbəttə ki. Və bu standartlar observatoriyanın fəaliyyətində hansı dəyişikliklərə səbəb olub?
Ümumiyyətlə ISO standartları belə deyək, beynəlxalq bir təcrübədir, beynəlxalq bir təcrübənin uyğunlaşdırılmasıdır. Bu təşkilat dünyada 2-ci Dünya müharibəsindən sonra yaranmışdır. Yəni 1947-ci ildə yaranmışdır və qeyd edeyim ki, hazırda bütün fəaliyyət istiqamətləri üzrə demək olar ki, ISO standartları mövcuddur. Və günümüzdə 26 mindən çox bu akkreditasiya, bu standartlaşdırma təşkilatı 26 mindən çox standart təsdiq etmişdir və hal-hazırda aktivdir. Biz bu standartlardan keyfiyyətin idarə edilməsi sahəsində müəyyən standartları tətbiq etmişik və belə deyək, bu standartların olmazsa olmazı ISO 9001 standartıdır. ISO 9001 standartı keyfiyyətin idarə etmə standartıdır. Yəni ilk olaraq hər hansı bir ISO təcrübəsindən biz faydalanırıqsa, ilk öncə biz ISO 9001-i araşdırmalıyıq və onun quruma inteqrasiyasını belə deyək, aparmalıyıq. Bu layihə çərçivəsində biz ötən illərdən başlamışıq artıq layihənin icrasına. 2024-cü ildən başlamışıq və bunların nəticəsində Milli Observatoriyada daha belə deyək, sistemli idarə etmə sistemi formalaşmışdır. Digər dəyişikliklərə nümunə göstərsək, biz qeyd edə bilərik ki, artıq Milli Observatoriyanın fəaliyyətində daha sistemli idarə etmə formalaşmışdır və belə deyək, mütəmadi olaraq fəaliyyət istiqamətləri üzrə risklər qiymətləndirilir. Bu risklərin qiymətləndirilməsi ISO 9001 standartının əsasında, həmçinin ISO 31000 və bildiyiniz kimi Nazirliyimizin bir metodoloji sənədi var, risklərin idarə olunması ilə bağlı. Bu sənədləri əsas sənəd kimi biz mənbə kimi götürürük və bunun əsasında fəaliyyət istiqamətlərimiz mütəmadi olaraq risk dəyərləndirməsi aparılır. Risklər qiymətləndirilərkən 3 kateqoriya üzrə qiymətləndirilir. Aşağı, orta, yüksək kateqoriya risklərdir. Aşağı və orta kateqoriya risklər struktur bölmə əməkdaşları tərəfindən idarə oluna bilir. Amma yüksək kateqoriya risklər artıq belə deyək, tədbirlər planı hazırlanaraq rəhbərliyə təqdim olunur və bu belə deyək, bunun əsasında rəhbərlik onu təhlil edir və bunun əsasında biz yenidən həmin yüksək kateqoriya risklərin aradan qaldırılması üçün müəyyən belə deyək, addımlar atırıq. Bundan başqa risk dəyərləndirilməsindən başqa bizdə hal-hazırda fəaliyyət istiqamətləri üzrə məsuliyyətlərin bölüşdürülməsi bir sistem yaradılmışdır. Bu sistem beynəlxalq təcrübədə reys modeli kimi tanınır. Reys modeli proseslərin rollar üzrə kimin məsul, kimin məlumatlandırılan, kimin belə deyək, yekun şəxs olaraq olması həmin təcrübədə göstərilir və biz bu model çərçivəsində belə deyək, işin daha optimal olması üçün bu modeli tətbiq edirik. Həm də belə deyək, həm yeni daxil olan əməkdaşların adaptasiya dövründə də biz bu modeldən istifadə edirik. Yəni hər bir əməkdaş yeni bir belə deyək, işə daxil olanda artıq proseslər, modellər ona təqdim olunur və o işin gedişatında kimi məlumatlandırmalıdır, kim qərar verməlidir və yaxud özü də qərar verə bilər proses gedişatında, onları daha aydın mənimsəyir. Siz ISO 9001 sertifikatından danışdınız. Bəs ümumiyyətlə hər bir ISO sertifikatı konkret olaraq hansı sahədə keyfiyyəti təmin edir? Ümumiyyətlə belə deyək, ISO sertifikatını 9001 standartını belə düşünsək, bir ağac kimi, standartı bir ağac kimi düşünsək, onun gövdəsi ISO 9001 standartıdır. Bunun belə deyək, həmin ağacın budaqları isə digər standartlardır. Və həmin ağacın məhsulu isə bizim belə deyək, keyfiyyətli məhsul, etibarlı və etibarlı idarə etmə və əsaslandırılmış qərarlardır. Milli Observatoriyada hal-hazırda qeyd edeyim ki, 6 beynəlxalq ISO keyfiyyət standartı tətbiq olunur.
9001 bayaq az öncə qeyd etdiyim kimi keyfiyyət idarəetmə standartıdır. Bundan başqa isə bizim bilirsiniz ki, Milli Laboratoriyanın fəaliyyət istiqamətləri təlim və inkişaf, sorğu və monitorinq, qiymətləndirmə və təhlil və tədqiqat üzrədir. Biz bu istiqamətlərin hər birini ISO standartlarına uyğunlaşdırmışıq. İlk öncə istəyərdim təlim və inkişaf mərkəzi haqqında danışım. Təlim və inkişaf mərkəzimiz beynəlxalq 2 ISO sertifikatı ilə təmin olunmuşdur. Bu standartlar 10015 və ISO 29993 standartıdır. Qısaca hər bir standart haqqında istərdim məlumat verim. ISO 10015 standartı təlimlərin təşkilinin qiymətləndirilməsi sahəsində olan bir standartdır. Yəni burada təlimlərin tək təşkili deyil də, təlim ehtiyacının müəyyən olunması, təlimin təşkili və ondan sonraki müddət təlim nəticələrinin qiymətləndirilməsi və təlim bitdikdən sonra iştirakçılar hansı biliklərə yiyələndilər. Biz bu belə deyək, prosesin bu hissələrini biz həmin standartın tələbləri əsasında qiymətləndiririk və mütəmadi olaraq bu avtomatlaşdırılmış formada rəhbərliyə təqdim olunur. Digər standart isə təlim xidməti üzrə bizim 29993 standartıdır. Bu standartda isə daha çox təlimlərin ehtiyacının formalaşmasına yönəlirik biz. Çünki bu çox önəmli bir məsələdir. Hər bir nazirliyimizin əməkdaşı təlim ehtiyacını əvvəlcədən müəyyən edir, özü müəyyən edir və belə deyək, məsul şəxslərlə bu məlumatlar bizim təlim və inkişaf komandamıza çatdırılır və bizim belə deyək, bu komandamız hər ilin əvvəlində təlimin təşkilini planlaşdırır və hibrid formada bu prosesi həyata keçirirlər. Digər istiqamətimiz isə sorğu və monitorinq istiqamətidir. Bildiyiniz kimi bu istiqamətdə biz ISO 20252 standartını əldə etmişik. 20252 standartı nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ilk alan dövlət qurumu Milli Observatoriya olmuşdur. Bu standart nəticəsində biz sorğuların keyfiyyətinə belə deyək, zəmanət veririk. Məhz bilirsiniz ki, sorğular keçirilərkən məlumatlar etibarlı olması çox vacibdir. Bu gələcəkdə belə deyək, həm sifarişçilər, həm də rəhbərlik tərəfindən verilən qərarların rolunda böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə də bizim peşəkar sorğu və təhlil komandamız vardır və onlar mütəmadi olaraq sorğular keçirirlər. İstər iş elanlarının kəmiyyət təhlili aparırlar, istər işə götürən və istərsə də işçilərlə bağlı mütəmadi sorğular təşkil edirlər. Və bu sorğuların təşkili məhz beynəlxalq ISO 20252 standartına uyğun qurulmuşdur. Bundan başqa observatoriyada bildiyiniz kimi ISO 37001 standartı var. Bu standart antikorrupsiya idarə etmə standartıdır. Burada əsas məsələ korrupsiya baş verdikdən sonra görülən işlər deyil də, korrupsiya baş verməməsi üçün öncədən görülən işlər nəzərdə tutulur. Sadə dillə izah eləsək, ISO 37001 standartı nə etmək lazımdır ki, bu problemlər olmasın, bu korrupsiya halı olmasın, buna bizə dəlalət verir və qeyd etmək istəyərdim ki, bu standart Milli Observatoriyada uğurla belə də idarə olunur. Bu standartlar bizim ötən illərdə aldığımız standartlardır. Bu il isə Milli Observatoriya bütün fəaliyyət istiqamətlərini əhatə edən ISO 30401 standartını əldə etmişdir. ISO 30401 Knowledge Management, yəni biliklərin idarə olunması sahəsində olan bir standartdır. Bu standart bizə belə deyək, belə bir yol göstərir ki, Milli Observatoriyada olan bilikləri qorumaq, onları gələcək belə deyək, əməkdaşlara çatdırmaqdır. Bu isə təbii ki, qurumun gələcəkdə öz inkişaf meyllərini müəyyən etməyə daha da belə deyək, şərait yaradır. Bu standartın nəticəsində Milli Observatoriyada hal-hazırda biliklər qorunur və bu istiqamətdə də mütəmadi işlər aparılır.
Uğurlar sizə bu istiqamətdə və fəaliyyətinizdə Pərviz müəllim. İzləyicilərə bildirmək istəyirəm ki, biz bugün qonağımızla birlikdə Milli Observatoriyanın fəaliyyətində beynəlxalq standartların rolundan danışırıq. Qonağımız isə Milli Observatoriyanın əmək bazarı və sosial müdafiə məsələləri üzrə keyfiyyətin təminatı şöbəsinin müdiri Pərviz Yaqubludur. Əgər mövzu ilə bağlı sizə maraqlı olan hər hansı bir sual varsa, şərh bölməsindən bizə yazmağınız kifayətdir və biz həm YouTube, Facebook, TikTok və Instagram platformaları üzərindən hazırda canlı olaraq yayımlanırıq. İndi isə kiçik bir fasiləyə ayrılacağıq. Fasilədən sonra isə qonağımızla birlikdə müzakirələrimiz davam edəcək. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə, əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş, əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işə götürənin nümayəndələrinə dərhal məlumat vermək, müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işə götürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək daxildir. Əmək hüquqlarınızı öyrənin və tələb edin. Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş şəhər və rayonlarımız üzrə peşə kursları təşkil edir. Kurslar kənd təsərrüfatı, tikinti, sənaye və xidmət sahələrinə aid peşələri əhatə edir. Peşə kursları həmin yaşayış məntəqələrinə köçürülmüş, eləcə də bu il köçürüləcək işsiz və ya iş axtaran şəxslər üçündür. Kurslara cəlb edilmək üçün dost mərkəzlərinə və ya məşğulluq filiallarına müraciət edərək, yaxud sosial.gov.az saytında Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı bölməsinə daxil olub, müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz. Müddəti 6 aya qədər olan bu kurslarda siz əmək bazarının tələblərinə uyğun peşələrə sahib olacaq və həmin peşələr üzrə işlə təmin ediləcəksiniz. Kurslarda iştirak ödənişsizdir. Peşə öyrən, işsiz qalma. Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını, özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün digər təhlükəli mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işə götürən nümayəndələrinə dərhal məlumat vermək, müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işə götürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək, əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə daxildir. Əmək hüquqlarınızı öyrənin və tələb edin. Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi bağlamaq hüququna malik şəxslərin minimum yaş həddi 15 yaş müəyyən olunub. Həmin yaş həddinə çatmış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında əmək müqaviləsi bağlaya bilərlər. Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, həmçinin onların sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir. Əmək Məcəlləsində uşaq hüquqlarının müdafiəsi xüsusi tənzimləmələr vasitəsilə həyata keçirilir. Bu müdafiələr azyaşlıların fiziki, əqli, o cümlədən mənəvi inkişafının təmin edilməsinə,
onların istismar hallarının qarşısının alınmasına yönəldilib. Uşaq hüquqlarının qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Unutmayaq, uşaqları qorumaq gələcəyi qorumaq deməkdir. Dost TV-nin efirində sosial saatı izləyirsiniz. Kiçik bir fasilədən sonra yenə qonağımızla birlikdə müzakirələrimizə davam edirik. Qeyd etdiyimiz kimi bugün Milli Observatoriyanın fəaliyyətində beynəlxalq standartların rolundan danışırıq. Qonağımız isə Milli Observatoriyanın Keyfiyyətin Təminatı şöbəsinin müdiri Pərviz Yaqubludur. Pərviz müəllim, davam edək suallarımıza. Siz ISO standartlarının əmək bazarında üstünlüklərindən danışdınız. Bəs sosial müdafiə xidmətlərində vətəndaş üçün hansı real üstünlükləri var bu sertifikatların, bu standartların? Çox sağ olun sualınız üçün. Əslində vətəndaş üçün ISO standartlarının tətbiq olunması onu vətəndaş görmür, hiss etmir, amma həmin standartların tətbiqi nəticəsində proseslərin optimal olması və sistemli olması artıq burada birbaşa vətəndaşın belə deyək, nəticəli vətəndaş hiss eləyir. Əgər hər hansı bir qərar qəbul olunursa, təbii ki, bu qərarlar müvafiq qaydalarla, prosedurlarla, təlimatlarla verilir. Amma burada keyfiyyət standartlarının tətbiqi bizə nə üstünlük verir və vətəndaş üçün hansı üstünlükləri yaradır? Vətəndaş artıq beynəlxalq standartların tətbiqi nəticəsində hiss edir ki, həmin xidmət göstərən orqan belə deyək, təkliflərə açıqdır və burada sağlam bir iş mühiti formalaşdırılmışdır. Yəni, sadə dillə desək, əgər vətəndaş keyfiyyətli bir xidmət alırsa, bunun arxasında beynəlxalq standartların tətbiqi nəticəsində sistemli işin aparılması, risklərin idarə olunması və təkmilləşdirmə tədbirlərinin daim açıq olmasıdır. Məhz bunun nəticəsində vətəndaşa bizim bilirsiniz ki, Nazirliyin 160-dan çox xidməti vardır və bu xidmətlər sahəsində vətəndaşlara mütəmadi olaraq belə deyək, xidmətlər göstərilir. Bu xidmətlərin keyfiyyətinin məhz mən belə deyərdim ki, əsas prioritet istiqamətlərindən biri də nəinki Milli Observatoriya, hətta Nazirliyin belə deyək, bütün qurumları beynəlxalq standartlara daim açıq olması və mütəmadi olaraq beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində mütəmadi işlər aparırlar. Əslində siz dediniz, vətəndaş bunu hiss etmir, amma kifayət qədər vacib bir məqamdır. Çünki həmin keyfiyyətin arxasında məhz bu standartlara cavab vermək dayanır. Bəs elə siz demişkən, həmin keyfiyyətlər niyə beynəlxalq sertifikata malik qurumlar ictimaiyyət tərəfindən daha etibarlı qəbul edilir? Mən bu suala cavab vermədən öncə istəyərdim bir etimad haqqında danışaq. Çünki etimad qazanılan bir dəyərdir. Bu, istər bizim günlük həyatımızda olsun, istər təşkilatların öz fəaliyyət istiqamətlərində olsun, hər bir, belə deyək, təşkilat gördükləri işə görə etimad qazanırlar. Məhz bu istiqamətdə beynəlxalq standartların rolu nədir? Belə deyək, beynəlxalq standartların tətbiqi nəticəsində artıq davamlı inkişaf mühitində bir təşkilat formalaşır və bu təşkilatın, belə deyək, gələcək inkişaf meyillərini müəyyən etməsi üçün mütləq ki, beynəlxalq təcrübələrdən yiyələnməlidir. Baxın, burada əsas məsələ odur ki, beynəlxalq təcrübədən yiyələnərkən biz də kimlərəsə öz təcrübələrimizi çatdırmış oluruq. Və bu istiqamətdə nəinki ölkədə, hətta dünyada belə deyək, bu təcrübələr paylaşılır və bunun nəticəsində belə deyək, bunun nəticəsində az öncə qeyd etdiyim kimi yenidən vətəndaş və ya sifarişçi hiss edir. Milli Observatoriya da öz fəaliyyətində bildiyiniz kimi beynəlxalq standartları tətbiq edir və bu istər sorğu, monitorinq sahəsi olsun, istər qiymətləndirmə sahəsi, istər təhlil tədqiqat, istərsə təlim inkişaf sahəsi olsun. Hər istiqamətlər üzrə bu standartların tətbiqi artıq vətəndaşlara etimadının, belə deyək, vətəndaşlar həmin qurumun xidmətlərinə qarşı etimadı hiss edir.
Bəs həmin bu sertifikatların tətbiqi Milli Observatoriyaya hansı üstünlükləri qazandırır? Bu belə deyək, həm ölkədə, həm də dünyada bilirsiniz ki, beynəlxalq təcrübələrin öyrənilməsi və bunun əsasında verilən qərarlar digər qurumlar üçün daha üstünlük təşkil edir. Bilirsiniz ki, dünyada ən inkişaf eləmiş təşkilatlar və qurumlar da mütəmadi olaraq beynəlxalq təcrübələrin öyrənilməsinə açıqdırlar. Biz də bu istiqamətdə öz fəaliyyət istiqamətlərimizi standartlara, beynəlxalq keyfiyyət standartlarına və təcrübələrə uyğunlaşdırmaqda davam edirik. Yeri gəlmişkən qeyd edeyim ki, Milli Observatoriya hal-hazırda təlim və inkişaf istiqaməti üzrə də beynəlxalq təcrübələr yiyələnməkdə davam edir. Biz bu ilin əvvəlində artıq bir beynəlxalq akkreditasiya mərkəzinə üzv olmuşuq. Bu akkreditasiya mərkəzi Böyük Britaniyada yerləşir və dünyanın 100-dən çox ölkəsində tanınır. 25 ildən artıqdır ki, fəaliyyət göstərir bu təşkilat. Davamlı peşəkar inkişaf adlı bir akkreditasiya mərkəzidir. Milli Observatoriyada təlim və inkişaf istiqamətində bu beynəlxalq təcrübəni akkreditasiya mərkəzinə üzv olmağı hədəfləmişdi və biz rəhbərliyin göstərişi ilə bu il artıq bu akkreditasiya mərkəzinə üzv olmuşuq. Burada məqsədimiz bizim təlim paketlərinin beynəlxalq standartlara, beynəlxalq akkreditasiya mərkəzinin qoyduğu tələblərə uyğunlaşdırılmasıdır. Məhz bunun nəticəsində biz artıq Milli Observatoriya olaraq digər beynəlxalq təşkilatlarla da artıq əlaqələrimizi daha rahat yarada bilirik. Çünki hər bir beynəlxalq belə deyək təşkilat hər hansı bir qurumla belə deyək üzvlüyü seçərkən onun bir alt proseslərinə baxır və təbii ki, bizim bu standartları tətbiq etməyimiz nəticəsində xidmətlərimiz artıq bütün fəaliyyət istiqamətləri üzrə proseslərə müəyyən olmuşdur və bu proseslərin xəritələndirməsi aparılmışdır. Biz bu artıq Milli Observatoriya üçün belə deyək potensial əlaqə imkanlarının genişlənməsinə gətirib çıxardır. Pərviz müəllim, bəs bu sertifikatlaşma prosesi əməkdaşların komanda ruhuna necə təsir eləyir? Müsbət bir rolu varmı? Korporativ mədəniyyətə təsirə nə qədər? Beynəlxalq təcrübələrin öyrənilməsi tək proses və fəaliyyət istiqamətlərinə təsir etmir. Siz düz vurğuladınız. Burada həmçinin bizim belə deyək təşkilatın komandasına da müəyyən qədər belə deyək müsbət təsirlər göstərir. Belə ki, artıq əvvəllər belə bir yanaşma var idi ki, bu iş görüldümü, bu tapşırıq icra olundumu, belə bir suallar olurdu. Artıq beynəlxalq standartları tətbiq edən təşkilatlar bu sualı belə yox da, artıq belə sual verirlər ki, bu işin nəticəliliyi nədir? Bu işin elə bir keyfiyyəti ölçülübmü? Əvvəlcədən risk qiymətləndirməsi aparılıbmı və bunun əsasında daha operativ və əsaslı nəticəli işlər ortaya çıxır. Məhz bu istiqamətdə də Observatoriya mütəmadi olaraq öz fəaliyyət istiqamətləri üzrə belə deyək, bu beynəlxalq təcrübələri tətbiq edir və bunun əsasında fəaliyyət istiqamətlərimiz davamlı olaraq təkmilləşdirməyə davam etdirilir. Bəs beynəlxalq standartlar əmək bazarında rəqabət mühitini necə formalaşdırır? Necə təsir edir? Rəqabət mühiti haqqında da biraz danışmaq istəyərdim. Rəqabət əvvəllər belə idi ki, kimin hansı təşkilatın resursu daha çox idisə, həmin təşkilat daha rəqabətli olurdu. Müasir əmək bazarında isə bu belə deyil. Artıq belə deyək, kiçik bir komanda ilə əgər öz proseslərin keyfiyyətli və dayanıqlıdırsa və davamlı təkmilləşdirməyə davam edirsənsə, artıq əmək bazarında belə deyək, keyfiyyətli xidmət göstərən təşkilatı seçirlər. Resursları böyük olan, qiymətləndirməsi böyük olan təşkilatlar artıq daha geri planda qalırlar. Bəs Milli Observatoriyanın beynəlxalq əməkdaşlıq imkanlarından nə deyə bilərsiniz qısa olaraq? Bildiyiniz kimi öz fəaliyyət istiqamətlərimiz haqqında geniş məlumat verməyə çalışdıq. Həm beynəlxalq ISO standartlarından əlavə olaraq biz mütəmadi olaraq digər beynəlxalq təcrübələri də
özümüzə uyğunlaşdırmağa çalışırıq. Bu əməkdaşlıq çərçivəsində biz beynəlxalq təcrübə olan RACE modelini az öncə qeyd etdiyim kimi tətbiq etmişik və mütəmadi olaraq digər fəaliyyət istiqamətlərimizin də bu istiqamətlərə uyğunlaşdırılması işlər davam etdirilir. Həmçinin CPD akkreditasiya mərkəzinə üzvlük məsələsi də artıq yekunlaşmaq üzrədir. Bəs bu standartlarla bağlı son olaraq Milli Observatoriyanın növbəti addımları nələrdir? Çox sağ olun, sualınız üçün təşəkkür edirəm. Cari ilin ikinci yarımili üzrə biz artıq müəyyən bir hədəflər müəyyən etmişik və bu hədəflər artıq rəhbərliyə təqdim olunmuşdur. Bu istiqamətdə biz daha çox bildiyiniz kimi cari ildə biz yeni ISO 30401 standartını almışıq və bu standartın tətbiqi və qurma inteqrasiyası davam etdiriləcəkdir. Çünki hər bir fəaliyyət istiqaməti üzrə ISO standartları ayrı olsa da yekunda vahid bir keyfiyyət sistemi formalaşdırılır. Və bu istiqamətdə biz uyğunsuzluqların idarə olunmasıdır. Biz buna NCR management deyirik. Bu daha da uyğunsuzluqların idarə olunması sahəsində genişləndirilmiş işlər aparılacaqdır və belə deyək, məqsədimiz Milli Observatoriyada keyfiyyətli iş mühiti, dayanıqlı və əsaslı belə deyək, qərarların verilməsinə dəstək göstərməkdir. Həmin hədəflərdə sizə uğurlar arzu edirəm. Çox sağ olun suallarımıza ətraflı cavablandırdığınız üçün. Bugünkü efirimiz başa çatdı. Sosial saatı izlədiniz. Bugün biz Milli Observatoriyanın fəaliyyətindəki beynəlxalq standartların rolundan danışdıq qonağımızla birlikdə. Qonağımız isə Milli Observatoriyanın Keyfiyyət Təminatı şöbəsinin müdiri Pərviz Yaqublu. Həftənin 4-cü günü dəyişməz olaraq eyni saatda bizi izləməyi unutmayın. Yeni bir qonaq və yeni bir mövzu ilə qarşınıza gələcəyik. Dost TV-ni isə izləməyə davam edin. Sağ olun, salamat qalın.